Göygöl rayon mərkəzi xəstəxanasında irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədi ilə qan vermə aksiyası keçirilib. Aksiyada rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Səhiyyə Nazirliyinin Respublika Qan Bankının Talassemiyasız Həyat naminə proqramı çərçivəsində reallaşan aksiyaya Göygöl rayon icra hakimiyyəti dəstək verib. Hər bir donor tibbi müayinədən keçdikdən sonra onlardan qan analizi götürülərək aksiyada iştirak etmələri ilə bağlı rəy verilib. Könüllü xarakter daşıyan aksiyada toplanan qan, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq. Qan vermə aksiyası mütəmadi olaraq Respublika Qan Bankının, Göygöl rayon icra hakimiyyətinin, Göygöl rayon mərkəzi xəstəxanası publika hüquqi şəxsin təşəbbüsü ilə həyata keçirilir. Burada məqsəd ondan ibarətdir ki, qan və qan komponentlərinə ehtiyacı olan xəstələrin zəruri ehtiyaclarını təmin etmək üçün deməli bu aksiya təşkil olunur və hər il mütəmadi şəkildə aparılır. Rayon əhalisi də çox aktiv iştirak eləyir bu kampaniyada. Burada deməli bu qan tədarükü tək rayon əhalisi üçün yox, ətraf Respublikada qan komponentlərinə ehtiyacı olan bir sıra xəstəliklər var. Məsələn, talassemiya xəstəliyi, hemofiliya xəstəliyi, digər irsi genetik xəstəliklər var ki, onlarda qan komponentləri istifadə olunur. Yəni bu bütün Respublika üzrə istifadəsi nəzərdə tutulur. Humanizm prinsipləri əsasında həyata keçirilən belə tədbirlər ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün mühüm əhəmiyyət daşıyır. Aksiyada 250-dən çox könüllü iştirak edib, 80-ə yaxın donor qan verib. Bənzər aksiyaların bundan sonra da davam etdiriləcəyi vurğulanıb.